Süd vəzlərinə ən çox təsir göstərən hormon prolaktin hormonudur. Prolaktin hormonu baş beyində hipofiz vəzdə ön payında ifraz olunan bir hormondur və bu hormon hətta mammariya hormonu da adlanır, yəni süd vəzi hormonu. Süd vəziyə birbaşa təsir göstərən hormonların başında durur. Prolaktin hormonunun təsir mexanizmi nədən ibarətdir? Prolaktin hormonu süd vəzi axarlarını genişləndirir, süd vəzi paycıqlarını böyüdür və əsasən hamiləlik dövründə bu hormonun qanda səviyyəsi yüksəlir və uzun müddət hamiləlik bitdikdən sonra da bu hormon yüksək qalır. Onun iş mexanizmi, onun təsir mexanizmi nədən ibarətdir? Onun əsas işi süd vəzlərindən süd ifrazını əmələ gətirməkdən ibarətdir. Digər hormonlar isə estrogen və progesteron hormonlarıdır. Bu iki hormon da süd vəziyə ciddi şəkildə təsir göstərən hormonlardır. Ümumiyyətlə onu qeyd edeyim ki, süd vəzləri hormona həssas olan bir orqandır və hormondan asılı olan bir orqandır, belə deyim. Və süd vəzi xərçənginin də təxminən 60-70% hormondan asılı olan şişlərdir. Və süd vəzinə ən çox təsir göstərən hormonlardan olan estrogen və progesteron hormonlarının reseptorları süd vəzdə olur və süd vəzi xərçənginin müalicəsində hormon reseptorlarının pozitiv olması önəmli rola malikdir. Qeyd edeyim ki, hormonal balansın yoxlanılması və bu balansın düzgün olması süd vəzi sağlamlığı üçün önəmlidir. Təşəkkürlər.